Salam hamıya. Bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugünkü qonağımız IT ekspert Sadiq İsmayılovdur. Biz bu gün onunla müxtəlif nəsillər arasında olan IT idarəetmə, bu problemlər və sair mövzular haqqında danışacağıq. Yeni nəsillə çalışarkən və əvvəlki nəsillə çalışarkən yeni nəsildə sizi nə təəccübləndirdi? Generasiyalar arasındakı olan müəyyən bir ümumi bir yanaşmanı ilk öncə istəyərdim ki, bir bölüşək bizim dinləyicilərlə. Onları həqiqətən işdə saxlamaq çox çətinləşib. Millennial olan generationdan gedib rəhbərliyə kimsə mənim maaşımı artır sözünü deməyə biraz da çəkinirik, yəni açıq deyim. Pulsuz qalanda heç kim qalmır. Deyəndə ki, əlavə ödəniş olacaq 1 saata görə. Daxildə dava düşür ki, mən qalım. Və rəhbərlik həmin adamdan məsələni həll eləyir, istənilən məsələni də yəni. Emosional hissəyə daha çox bağlılıq yaranır. Mən liderəm, getdim qabaqda, gəlin, nə bilim, nəsə olanda müdafiə etmək. Onların idarə etməsi keçəcək artıq söhbət kütləvi şəkildə də, yəni daha çox faiz şəklində keçəcək Z nəslinə. Salam hamıya. Bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugünkü qonağımız IT ekspert Sadiq İsmayılovdur. Biz bu gün onunla müxtəlif nəsillər arasında olan IT idarəetmə, bu problemlər və sair mövzular haqqında danışacağıq. Sadiq bəy, xoş gəlmisiniz. Xoş gördük Yaşam bəy, Kamran bəy, sizi salamlayıram. Çox Xoş sağ olun gəldiniz. dəvətiniz. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz. Eşəm, mən deyim ki, mən də xoş gəlmişəm. Xoş gəlmisən. Sən də xoş gəlmisən. Özünüz də gördünüz ki, 1 dəqiqə qalmış gəldi. Hər bir saniyəsini, dəqiqəsini dəyərləndirən bir insandır. Bəli. Adətən pozmayaq yoxsa? Yox, əlbəttə ki. İlk öncə belə deyim, istəyirəm bir ümumi mövzuya biz giriş eləyək, insanlar üçün də aydın olsun. Mən o nəsillər arasında fərqi eləmədim. Z nəsli, alfa nəsli, mən çox bilmirəm bu şeyləri, amma mən düşünürəm ki, biz hal-hazırda ən azından bu otaqda olanlar daha belə köhnə nəsil hesab oluna bilərik biz, yaş keçibdə də. İndi sən elə də Sovet dövrünü görməmisən. O sözsüz. Qonağımız Sovet dövrünü də görüb deyə. Maşallah. Onun təcrübəsi daha çoxdur. Bəli. Mən razıyam. Ona görə də bizi izləyənlərə də aydın olsun ki, ümumi biz əslində burada hansısa bir nəsli pisləmək və sair və axır fikrimiz yoxdur. Sadəcə fərqlər, yanaşmalar, bəlkə bu gün biz müəyyən bir əməkdaşlar götürürük. Həmin əməkdaşları götürərkən rəhbərlər diqqətli ola bilər və ya həmin əməkdaşların özləri diqqətli ola bilər ki, nə bəyənilir, nə bəyənilmir. Bu haqqda danışacağıq. İstəyirsən başda elə sən demiş, adət-ənənəni pozmadan biz buna davam edək. Təşəkkür edirəm. Buyur. Deməli, ilk sualımız belə ümumi sual olsun. Yəni bu yeni nəsillə çalışarkən və əvvəlki nəsillə çalışarkən yeni nəsildə sizi nə təəccübləndirdi? Əvvəla təşəkkür edirəm bir daha mənə dəvət elədiniz. Çox sağ olun. Bu generasiyalar arasındakı olan müəyyən bir ümumi bir yanaşmanı ilk öncə istəyərdim ki, bir bölüşək bizim dinləyicilərlə. Hər bir generasiya özündən əvvəlkindən daha yaxşı yaşamağa, daha yaxşı inkişaf baxımından daha yaxşı yaşamağa çalışıb. Yəni Sovetlər deyiriksə, Sovetlərdə kiminsə yaşam tərzində evini istiləndirmək və yaxud da ki, digər bir mexanizmlərdə maşın almaq olsun, ikinci ev almaq olsun, belə bir üstünlüklər olmadığı halda növbəti nəsillər daima onu, o tilsimi, o belə deyək ki, o yanaşmanı sındırıb və daha yaxşı yaşamağa fokus olub, istər ölkə xaricinə getmək və s. digər bir fürsətlər belə deyək. Ona görə bu nəsillər daima texnologiyalardan istifadə indiki nəsildə, Z nəslindən danışırıqsa, onlar daha çox texnologiyaların daha bol çeşidli istifadəsi zamanı fürsət yaranıbdı onlarda belə bir Z nəslində. Z nəsli heç də digər nəsillərdən belə deyək ki, o geri qalmayan bir, maraqlı bir mühitə gəlib düşüblər də. Onlar bugünkü gün artıq AI var, bugünkü günü müəyyən bir texnologiyalar var, əlçatanlıq var, informasiyaya daha sürətli əlçatanlıq var. Mən düşünürəm ki, bunlar fürsət sayılır və onlar bu fürsətlərdən maksimum dərəcədə də yararlanmalıdırlar, yararlanırlar da. Belə ümumi mən başa düşdüm. Sadəcə olaraq belə deyim də, biz müqayisə eləyiriksə, biz özümüz bu fürsətlərdən onlara nisbətən azmı yararlanırıq, yoxsa biz həvəsimiz yoxdur onu eləməyə?
Biz dediyimiz söhbət Z nəslindən Bəli. əvvəlki nəsildən gedir də. Yəni baxın Y nəsil deyərək də biz onlara millennial deyirlər. Onlar bir keçid dövründə dünyaya gəlmiş bir generasiyadır da. Yəni Y nəsli elə bir nəsildir ki, onlar öz valideynlərini dinləyən son nəsildir və öz övladlarını dinləyən ilk nəsildir. Onlar sanki bir ortada qalmışdı. Yəni onlar artıq kiməsə hansısa bir belə deyək, bir rahatçılıq, bir komfort bir zonları o özləri belirləyirlər ki, biz belə qəbul olunmuşuq. Yəni adam var artıq 40-50 yaşı var, o hələ də anası, atası və onu izləyir, hələ də o müəyyən bir bu ortamda davam eləyir və övladı onu kontrol altında saxlayır ki, papa mənə bunu al, mənə bunu ver. O da onu davamlı şəkildə icra eləyir. Yəni insanlar bu mühitdə onlar da özlərinin yaşam tərzinə uyğun şəkildə bir ailələrlə kommunikasiyadadır. Yəni onların bir xüsusi bir yaşam tərzləri yaranır və onlar o yaşam tərzlərinə uyğunlaşırlar. Onların övladları isə bu texnologiyanın içində olduğuna görə, onlar bu texnologiyadan daima yüksək əlçatanlıq olduğuna görə, onlar da başqa cür kafadadırlar. Və Z nəslində bir maraqlı bir nöqtə var ki, onlar A nöqtəsindən B nöqtəsinə getməyi çox maraqlı bir yanaşmalarla, maraqlı bir həll yollarına verirlər və onlar daha çox zamana, daha çox burada sərf edə biləcəyim enerjiyə diqqət edirlər. Amma nəzərə alsaq ki, millennial nəslində bəzi alətlər olmadığına görə onlar A nöqtəsindən B nöqtəsinə daha dərin bir analiz apararaq daha belə deyək ki, təhlükəsizlik məsələləri də ola bilər, orada daxil edə bilərik, onları da nəzərə alıblar. Çünki yaşam tərzləri olub. Yəni bu yaşam tərzi də təbii ki, ailədən verilmiş ötürülmüş bəzi tərbiyə ilə irəli gəlir. Məktəbdə ötürülmüş bəzi inputlar var ki, o inputlara görə sənin bir çevrən formalaşır. Gəlin bir xüsusi bir simvolik bir misal üzərindən gedək. Deyək ki, bir Azərbaycanda yaşamış bir insan müəyyən bir yaşa gəlib çatıb, artıq o öz həyatında müəyyən bir belə deyək, çətinlikləri keçib, deyək ki, bir örgəşdiyi bir həyat tərzi var. Onu bir ani momentdə digər bir ölkəyə bir miqrasiya eləsə, o orada başlayacaq adaptasiya periodunu keçməyə. Niyə? Bu Z nəsli buna bənzəyir. Yəni o düşdüyü bir mühitdə bir adaptasiya keçir. Bu millennial olan insanlarla bir ortama düşəndə o da adaptasiya mühiti keçməlidir ki, bunlar necə düşünürlər? Mən də belə deyək ki, ya onlara uyğunlaşım, ya da onlara uyğunlaşmıram da. Yəni ya da çəkilir təzədən, məsəl üçün Almaniyaya getmiş bir insan öyrəşə bilmirsə, bir də geri çəkilir də yəni. Bu biraz buna bənzər bir. İndi biz söhbət zamanı yəqin ki, bu mövzuya bu bənzətməyə bir də geri dönərəm inşallah. Mən indi biz ümumi belə deyim də mövzuya girdik, amma açığı mənə maraqlı olan, məncə izləyicilərimizdə də maraqlı olan hissə bunun IT-də olan idarə etmədəki yanaşmadır. Mən bu işin motivasiya tərəfinə toxunmaq istəyirəm daha çox. Çünki misal üçün bu gün biz bir əməkdaş işə götürürük, tutaq ki, dediyimiz Z nəslindən və s. və axır, gənclərdən belə deyək də. Və onları həqiqətən işdə saxlamaq çox çətinləşib. Yəni bilmirsən əmək haqqı artırasan, bilmirsən tədbirə göndərəsən, bilmirsən nə bilim nə edəsən ki, o daim kursa göndərsən, daim o sanki biz o hiperboladır da, daim düşür, nəsə eləyirsən, təzədən qalxdı, təzədən düşür. Bu mən düşünürəm ki, bu dəqiqə bir çox rəhbərlər üçün bu sıxıntıdır artıq. Çünki misal üçün əməkdaş işə götürürsən, iki dənə əlavə task, tapşırıq olan kimi ya səndən əmək haqqı artımı istəyir, ya da ki deyir ki, bu mənə əlavədir də, mən nə bilim burnout oldum və s. Biz bunu necə eləyək? Ümumiyyətlə bu motivasiyanı necə verək bu insanlara? Bu necə saxlayaq bu hiperbolanı? Necə düz xəttə gətirək? Aydın. Ümumiyyətlə IT rəhbərlər deyəndə onlara da asan deyil. Belə bir başqa bir nətər deyirlər? Başqa bir kafa deməyək, başqa bir düşüncəli olan insanla onun ortaq bildir tapmaq rahat deyil. Amma bu təcrübə ilə biraz tuning eləmək olur təbii ki.
Düşünürəm ki, yeni nəsil deyəndə Z nəsli ilə işləyən zaman sən sorğuları biraz kartları düzgün açılmalıdır. Yəni sən qarşı tərəfdən nə istədiyini düzgün şəkildə ifadə etməyə bacarmaq lazımdır. Yəni sən ona konkret olaraq deməlisən ki, mənə bunlar lazımdır. Və A nöqtəsindən B nöqtəsinə gedən yolun bir biznesinin biraz açıqlamasını verməlisən, bir analizini aparmaq lazımdır ki, yəni mənə konkret olaraq bu nöqtədən bu nöqtəyə gedəndə bu elementlər lazımdır. Bu yaxınlarda bir dənə LinkedIn-də bir post gördüm. Biri yazıb ki, mən interndən getdim, mənə o 50 dənə ağ vərəq gətir. Gedib kopyanı qoyub, 50 dənə kopya sənədini qoyub, 50 dənə ağ sənədi sayıb, deyib sən nə istəyirsən də, sən əsas 50 dənə ağ vərəq gəldin. Burada həll yolu maraqlıdır, yəni. Çox maraqlı, belə deyək ki, ona yanaşması məsələsi var. İndi bu səhvdir, deyil, düzdür, bu başqa cür müzakirə olunur da, yəni. Hərənin mənim üçün də fərqi yoxdur. Mənə ağ vərəq lazım idi, ağ vərəq bitdi, yəni məsələ. İndi burada IT rəhbər deyiriksə, IT rəhbərin o Z nəslində olan, komandasında olan, Z nəslində olan gənclə işləmə həvəsi olmalıdır. İşləməyə bacarmalıdır, yəni. Hər kəs 35, 40, 30, 35 üzərinə olmaqla iş bitmir ki, yəni. Əslində düşünürəm ki, o Z nəslindən olan gənclərdə daha yenilik, yeni o deyirəm, texnologiyanın içindən belə deyək ki, o daha həssas, o qaymaqlı nöqtələri gətirib məsələni həll eləməyə fokuslu olacaq və sən də ona şərait yaratmalısan. Motivasiyaya gəldikdə isə, ümumiyyətlə motivasiya şirkətlərin hər birində müəyyən bir ölçü meyarından ölçülür də. Kimsə belə deyək ki, KPI təyin eləyir, hədəflər təyin olunur və yaxud da ki, ildə bir dəfə bir müəyyən bir rəqəm formalaşır, bonus kimi verilir. Maaş, məsəl üçün müəyyən gözləntisi var, bazar qiymətindən daha artıq maaş verilir və s. Yəni sertifikata göndərilir, oxumağa, təkmilləşdirilir, filan tədbir var və s. də yəni də. Bu biraz insana nə qədər insana bağlıdırsa, bu axı Z nəslinin böyük bir faizi var, yəni elə deyilmi? Yəni onlar daima belə deyək ki, o istək modundadılar sanki. Bu niyə görə əvvəllər belə olmayıb? Əvvəlki insanlar dediyim kimi də, yəni o Y nəsli atası anası bunu belə ol deyibsə, yəni məsələ bitdi. Ona görə bizlər üçün də şirkətə gəlirik, şirkətin rəhbərləri bizim üçün ata-ana obrazındadır, rolundadır. Bu olmaz sözü bir mənalı qarşılanır. Hətta belə bir bənzətmə də var. Yəni millennial olan generationdan gedib rəhbərliyə kimsə mənim maaşımı artır sözünü deməyə biraz da çəkinirik, yəni açıq deyim. Amma Z nəsli çox rahat şəkildə bir aydan bir, 2 aydan bir mənim maaşımı artır. Bu moddadır, yəni. Maaş məsələsi təbii ki, inputa bağlıdır. Yəni verilənlər nədirsə, o verilənlərə görə qarşılıqlı anlaşma olmalıdır. Bu anlaşmanı hansı tərəf pozursa, bu biraz onun üzərində qalır. Açıq deyim, mənim belə bir təcrübəm olub. İşçidir, müəyyən bir inputlarla gəlib, sonra bir aydan sonra başa düşüb ki, o çalışa bilmir və biz onunla işə girən zaman danışılan, razılaşdırılan çərçivədən kənara çıxmamaq şərtindən görüb ki, yəni biraz iş yükü həqiqətən də içəri girəndən sonra anlayır ki, yəni biraz iş yükündə biraz fərqli yanaşma var. O biraz daha flexible işləməyə fokuslu olub. Yəni mən evdən işləyim, ona əvvəlcədən belə deyək ki, lazım olan girişlər verilibdir ki, yəni 9-6 iş qrafiki var da, yəni. O görürsən ki, yəni reaksiyalar çox sərt olur, reaksiyalar çox qəti olur. Bəzi hallarda məsələ maddi məsələ məvaciblə getmir. Biraz burada dəyərlər məsələsi də var. Qarşılıqlı insanlar bir-birinə dürüst olmalıdır, dəyər olmalıdır. Necə ki, şirkət işçiyə dəyər verirsə, işçi də düşünürəm ki, şirkətə qarşı dəyərini göstərməlidir. Yəni. O vərək məsələsini dediniz. Elşən gözümün qabağına gəldi ki, Elşən məncə barmağını yaşlayıb bir-bir olar, sahib tez bazara gətirəcəkdi. Siz danışanda bilməm fikir verəcək. Elşən gözümün qabağına gəldi. Valla burada hansımız onu eləməzdik. Biz deyəcəkdilər, biz saf təmiz adamlar deyib, qoyacaqdı bir topa verək, bir-bir belə saya gətirəcəkdik onu da. İndi siz vurğuladınız bu KPI falan məsələlərini. Amma əslində bəzən olur ki, KPI ilə razılaşırlar, bəzən razılaşmırlar. Elə iş yerləri var ki, inanın, elə mərhələlər qoyub ki, yəni misal üçün də sən junior gəlmisən,
specialist olmaq üçün müəyyən bir mərhələləri keçməlisən. Lead olmaq üçün müəyyən. Yəni sən gəlib seniora çatmaq üçün baxırsan ki, həmin şirkətdə 7-8 il çalışmalısan. Yadıma gəlir ki, mən təzə-təzə IT-yə gələndə deyirdilər ki, IT bir yerdə çox qalmır. Yəni sevir ki, tez-tez iş yerini dəyişsin. Çünki bizim vaxtda mən belə düşünürəm ki, biz daha çox təcrübəyə fikir verirdik. Hətta sizinlə də bu görüşdən qabaq da biraz brainstorming elədik. Biraz danışdıq sizlə. Orada biz geri addım eləməyi hardasa seçirdik ki, mən bunu öyrənəcəm. Amma müəyyən bir misal üçün səviyyəyə çatanda, misal üçün 2000 manat alanda 1500-ə heç zaman razı olmaz. O yenə də üstün bir şey istəyəcək. Bax bu KPI-dir, geri addımdır. Bugünkü gündə bax sizə görə bu Z nəsil nə cür bunu tənzimləyir? KPI əslində yaxşı bir alətdir. Burada hədəflər təyin olunanda da hədəf düzgün təyin olunmalıdır. Yəni əgər mən tanıyan yoldaşlar yəqin ki bu misalı çəkəcəyim misalı xatırlayırlar, bilirlər. Heç vaxtı KAMAZ-a vurduğumuz yükün 17-yə vura bilmirik də. Yəni Jiguli deyirik də. Yəni o hədəf düzgün təyin olunmalıdır. Yəni bunu seniorun yükünü sən juniora tətbiq etməklə deyil də. Görmüsüz 3 dənə senior futbol meydançasında 100 nəfərlə necə ki bir-birini topalladır. Yəni sən bilməlisən ki, sənə nə lazımdır. Bu nə lazımlar hər şey. Hər şey nə lazımdan yola çıxır. Yəni vallahi yəni işləmək lazım deyil bunun üçün. Sənə nə lazım olduğunu bilmək üçün şərt döyüşsən hansısa bir korporasiyada işləyəsən. İnsan olaraq da fikirləşsən ki, sənə nə lazımdır. Bu yəni normal olaraq sən düzgün qərar verməyi də bacarmalısan. Əgər sən yazılan tələblərə görə düzgün işçi tapmısansa və həmin düzgün işçi ilə hədəfləri də düzgün təyin edirsənsə, qarşılıqlı razılaşma olur. Və bu qarşılıqlı razılaşma ilə biz davam edirik. Təbii ki, KPI o deyil də, yəni sən tapşırıqları aldın, getdin bir ildən sonra gəldin ki, hə mən eləmişəm. Bunun müəyyən bir reviewları var, mid-termləri var, mid-year hesabatlar var, performans tərəfləri var. Qaldı ki, maaş məsələlərinə. Maaş məsələsi çox həssasdır. Bu insana bağlı olan bir şeydir. O insan var ki, daima maaşın artımına fokus olur. İnsan var ki, arada bir geri də düşməyə razı olur. O durduğu mövqeyə, durduğu vaxt üçün, durduğu o yanaşmaya, həmin şirkəti niyə seçib, digər şirkətdən niyə ayrıldığına görə onun özü daha yaxşı, belə deyək ki, analiz edir, o qərarları verir. Amma düşünürəm ki, hər dəfə, hər dəyişiklikdə bir xeyrin olduğuna görə o bilir ki, niyə görə az maaşa gedir. Çünki o hansısa bir yüksək maaş aldığı yerdən müəyyən dəyərlər ala bilmədiyinə görə digər yerdə o dəyərləri alacaq və bir bağlılıq yaradacaq. O bağlılıqdan o inanın ki, müəyyən bir müddətdən sonra daha yüksək nailiyyətlər əldə edəcək. Burada maddiyyət də ola bilər, burada xüsusi bir etimad da ola bilər. Etibarlılıqdan irəli gələrək belə deyək ki, şirkətin hansısa bir məhsul şəxsinə çevrilə bilər və s. Maaşla hər şey həll olurmu? Düşünürəm ki, mənim fikrimcə yox. Yəni mütləq ki, sən orada işlədiyin mühitdə müəyyən bir hörməti də qazanmalısan, müəyyən bir belə deyək ki, sahiblənmə məsələsi var da. Yəni sən öz işinə sahiblənməlisən, yəni bacarmalısan. Mən 9-dan 6-ya bu iş mənimdir, etdim, getdim deyil. Əfsuslar olsun ki, bəzi hallarda biz eşidirik ki, Z nəslində belə bir yanaşma var. Mən 9-dan 6-ya qədər işləyirəm və sən mənə 6-dan sonra hansısa bir tapşırıq çox az hallarda geri dönüş. Bu pisdir. Mən düşünürəm ki, yox. Çünki bunun əgər insanın özünün də şəxsi vaxtını dəyərləndirsək, başqa rakursdan baxsaq mövzuya, biz daima YouTube-da və yaxud da ki, digər platformalarda qarşımıza bir insan vaxt ayırmaq, özünə vaxt ayırla çıxır. Yəni bizim həyatımız işdən ibarət olmamalıdır da. Amma başqa rakursdan yanaşanda məsələyə müdiriyyət həmin işçiyə düşünürəm ki, IT rəhbər həmin işçiyə tapşırığı elə düzgün formada ötürməlidir ki, o saat çərçivəsi ərzində düzgün şəkildə geri dönüş eləməyi bacarmalıdır. Yəni əgər 2 saatlıq olan bir işi sən həmin işçidən 15 dəqiqəyə və yaxud da ki, daha az vaxta istəyirsənsə, deməli müdiriyyət yəni axsayır da, yəni bunun yanaşmasının axsama var da. Orada bir şey əlavə edeyim mən. Bu overload işləmə məsələsi vardı. İşdən sonra, altdan sonra işləmə məsələsi var.
Bu əslində bəlkə də indi 5 il, 10 il əvvəl normal bir anlayış idi. Çünki biz işləməyə razı idik və sair və axırda stres yükü əvvəl indiki kimi çox deyildi. Amma indi mən düşünmürəm, istər yeni nəsil olsun, istər köhnə nəsil olsun, hal-hazırda mütəmadi olaraq overtime işləmək insanları yəni çox pis vəziyyətə salır. Çünki dediyim kimi də stres yükü əvvəlki kimi deyil. İstər sağlamlıq olsun, istər adicə nə bilim 15 il əvvəlki həmişə deyirlər, maşın indi Bakıdakı maşın sayı indikindən çox qat-qat fərqlənir də. Əvvəllər məsəl üçün otururdun A nöqtəsindən B nöqtəsinə 10 dəqiqəyə çatırdın. Nə bilim gün ərzində bir yarım saatlıq xəstə olurdunsa, indi 2 saatlıq xəstə olursan. Bunun özü belə nə qədər stres yükünü artırır, nə bilim başqa işlər də və insanlar özünə dəyər verməyə başlayır. Məsələ nədir? Yəni həqiqətən insan artıq özünə dəyər verməyə başlayıb da. Yəni işini düzgün böl də. Mən niyə sənin üçün durmadan, yenə deyirəm, ola bilər arada sırada, amma durmadan mən sənin üçün niyə görə overtime işləməliyəm? Ailəmin vaxtından almalıyam, əlavə stres yaşamalıyam və s. İşləri gəlin bir neçə hissəyə bölək. Onlardan biri işlər, tasklı işlər ola bilər, müəyyən, düzdürmü? Yəni insident ola bilər. Bəli. Request ola bilər, problem ola bilər, elə deyilmi? Bir də layihələr ola bilər. Layihə olan zaman layihəyə seçilmiş insanlar o vaxtı belə deyək ki, 9-dan 6-ya düzgün şəkildə 6-da çıxan insanlar çox vaxt olmur. Layihəyə seçilmiş insanlar konkret olaraq başa düşürlər ki, bu layihədir, bu layihə icra olunur, 5 günlük bu layihə bitməlidir. Bəli. İndi baxın da, düşünün ki, bu davamlı şəkildə belə layihələr gəlir və işçi görür ki, bu layihələrin sonunda, yəni dəyərdən danışırıq da bizdə, yəni heç bir motivasiya edici bir element yoxdur. Çox yaxşı olardı ki, düşünür ki, layihə bitəndən sonra bir bunu müəyyən bir variantla, müəyyən bir belə deyək ki, meyarla ölçsünlər də, yəni. Bu layihə KPI-nin içində ola bilər, sən KPI-yə işləyə bilərsən. Bu layihə ayrı gələ bilər, sən layihənin sonunda, müəyyən bir ayın sonunda maaş artımından kompensasiya olma bilərsən və yaxud da ki, deyirlər, layihə bitib, layihəni qeyd edirik. Hansısa bir motivasiya edici alət olmalıdır, düşünürəm. Motivasiya edici alət olmadığı halda işçi reaksiya göstərir, bəli. İşçi özdə yaxşı reaksiya göstərmir və avtomatik olaraq sənə günün bir günü stolun üstünə hamısını qoyur ki, yəni bu layihə oldu, işin olmadı, o layihə oldu, işin olmadı və s. gedir beləcə. Sən avtomatik olaraq o işçi atıram A rəqəmində işləyirdisə, A plus 500 rəqəmində bir başqa işçini tapmaq məcburiyyətində yaranırsan. Yazıq həmin işçiyə kompensasiyasını verginən qalsın da, yəni nə gözəl. Biri də var ki, insidentlər, biri də var ki, tasklar. Taskları qoyaq qırağa daha çox insidentlər, yəni. İşçi özü başa düşməlidir ki, hansı pozisiyada işləyir. İstəyirsən Z nəsli olsun, istəyirsən digər bir Y nəsli olsun və yaxud da ki, işçi özü başa düşməlidir, pozisiyasını mənimsəməlidir. Pozisiyasını durduğu mövqeyini mənimsədirsə, o daha artıq məsuliyyət götürdüsə, o biraz da daha da böyümüş olur. Həm təcrübəsində böyümüş olur, həm də qurduğu münasibət var, o digər bir insanlarla qurduğu kollektiv var, həm də kollektivdə böyümüş olur. Söhbət yaşla yox da, söhbət belə durduğu mövqedə görə artıq daha belə təkmilləşmiş olur, belə deyək. Yəni şərt deyil ki, sən hər gün saat axşam 8-ə qədər qalım ki, yəni belə deyək, təcrübəmi artırım. Yoxdur, sən qalıb boş-boş işlərlə də məşğul ola bilərsən də, ehtiyac da yoxdur yəni. Amma balansı qorumaq üçün mütləq ki, durduğun yeri sahiblənməlisən, bacarmalısan. Bu da məsuliyyətlə irəli gəlir. Bu da durduğun mövqeyə məsuliyyətli yanaşmalısan. Hörmət eləməlisən həm özünə, həm də qarşındakı duran şirkətdə. Çünki sən orada işlədiyin yerdən bir müəyyən bir məvacib alırsan. O məvaciblə sən dövriyyən var da, yəni bir aylıq dövriyyəni işə salırsan. Ailə var, sənin özünün gəlirlərin var, çıxışların var. Bunları qarşılamaq lazımdır. O belə bir söz var, deyir, durduğun yerə o yediyin boşqaba məsələsi var da, yəni. Bunu mütləq ki, vurğulamaq lazımdır. Çünki belə hallar əfsuslar olsun ki, son vaxtlar yaşanır. Yəni insanlar görürsən ki, çıxdığı yerdən də, işdən də küsərək ayrılır, dalaşırlar, ayrılırlar. Yəni niyə lazımdır? Sən bəs 2 il burada işləyirdin, bəs nə oldu bəs? Yəni belə bir söz var, boşana da bilmirik. Başa düşürsə, yəni evlənirlər, 20 il həyat sürürlər, hər şey əla. Boşananda bir-birini qırırlar yəni. Ehtiyac yoxdur, niyə dalaşırsınız? Yəni boşanmağın da qaydası var. Hər şey qaydasıyla da, yəni hər bir şey. Ona görə həmin o motivasiya alətləri durduğun nöqtədə sən işə sahiblənməyə bacarmalısan. Bacarmırsansa onu rəhbərlik 100% görür və bacarana verir.
Sonra sən niyə mənə onu vermədin, uduzmusansa, bu yəni sənin özünlə. Onda sən dediyin kimi əvvəlki suala qayıdırıq. Kamranın verdiyi sual. O maaş məsələsi düşür aşağı. Deməli sən burada qalmısan, komfort zonun var. Sən bir komfort zonada görürsən ki, hə, bu işlər daim qıraqdan kimsə gəlib səni keçir artıq. İstəmirsənsə, yəni sən də irəlilə və maaşı da artıq istəyinə. Düşünürəm ki, maaşa heç kim artıq şirkət rəhbəri pulunu yaxşı saya bilir. O heç kimə artıq pul verməz də, yəni. O verirsə, deməli ondan da gözləntisi var. Evet. Və o gözləntini də geri qaytaran əməkdaşı istəyir ki, yanında olsun. Bilirsiniz, bu overtime məsələsi, yəni artıq qaldıq, neynədir? Motivasiya edən bu subyektiv fikir də. Yəni ki, pulsuz qalanda heç kim qalmır. Deyəndə ki, əlavə ödənişi olacaq 1 saata görə. Daxildə dava düşür ki, mən qalım. Yəni həmçinin olsun ki, 6-cı günlər əlavə misal üçün işə çıxmaq lazımdır. Yəni pulla motivasiya eləmək bəzən yaxşıdır, bəzən yaxşı deyil. Yəni bu tip problemlər mən fikir verirəm ki, bir çox yerdə var. Bu birinci problemdir. İkinci problem də odur ki, misal üçün kimsə əgər 5 il, 6 il işləyirsə, başlayır özünü elə aparmağa ki, sanki iş buna borcludur. Mən 6 ildir burada işləyirəm. Sən təzə gəl, işdə. Qoca müəllim. Hə, qoca qurtlar. Mən elə deyəcəm, üzr istəyirəm ifadəmə görə. Amma bu reallıqdır. Yəni bu tip problemləri siz nə cür görürsüz? Nə cür bunu tənzimləmək? Rəhbərliyə bağlanma yaranır. Qoza deyiriksə, rəhbərliyə bağlılıq yaranır. Artıq rəhbərlik həmin adama güvənir və rəhbərlik həmin adamla məsələni həll eləyir. İstənilən məsələni də yəni. Yəni işə götürülmək olsun, filan kəsin maaşını artırmaq olsun, o bir boz kardinala çevrilir də yəni. O da diktə eləməyə başlayır və gələn əməkdaş onu qısa müddət ərzində başa düşür, görür ki, yəni bura o mühit deyil. O mühiti artıq toksik adlandırır da yəni. Və oradan ayrılmağa başlayır. Amma bu mühiti rəhbərlik, üst rəhbərlik, yəni onun üçün komfortdur, onun üçün rahatdır. Deyir, afisiyada filan kəs idarə eləyir də, məsəl üçün A fiquru idarə eləyir oranı, mənə bəs eləyir. Amma qıraqdakı bazarda nə deyilir, o günün bir günü ona gəlib dəyəndə başa düşür vəziyyəti. Gec olur, nə olur, bilinmir də. Elə bir restoran olur, məsəl üçün restoranda daima gedirsən, yeməyi yaxşıdır. Günün bir günü artıq üz aşağı düşməyə başlayır da. Sən demə əl dəyişib. Kimsə artıq gəlirə fokus olub. Amma sənin artıq kafanda görürsən ki, sənin mədəvincidir oranın yeməyi, sən artıq ora getməməyə başlayırsan. Amma bir 3 ildən sonra keçsə də belə sənin ora negativ olaraq yadındadır axı. Deyirlər, yox, filan kəs artıq dəyişib filan besməkan, amma yenə də artıq 3 ildən sonra bir vaxt tapıb getməyə çalışırsan. İndi o həmin o 3 ili o itirdi də, yəni. Daha etibarlı müştərisini, daha belə deyək ki, reputasiyasına artıq zərər gətirdi də. Şirkətlərdə də belədir. Şirkətlərin rəhbərlərində o vəziyyəti güvənən, o vəziyyəti həll eləyən belə bir yanaşma olur. Məsəl üçün, kiməsə inanırlar, həmin o 5 illik, 6 illik, 10 illik. Bunu müsbət tərəfdən də baxmaq əslində daha yaxşı olardı. Və tərsinə də, yəni, əməkdaşdır, yəni, etibarlılıq yaradıb, rəhbərlik ona inanır, daima da rəhbərliklə müəyyən bir tonusda işləyirlər, müəyyən bir yanaşma ilə işləyirlər və hər kəs həbbidir. Gələn işçini düzgün şəkildə, adekvat şəkildə qəbul edirlər. İşçiyə adekvat şəkildə tapşırıqlar gəlir, o da tapşırıqlarını icra eləyir. Biraz burada bu motivasiya elementlərindən bir də team building məsələsi var. Daima yığılırlar bir yerdə, müəyyən bir 2 aylıq, 3 aydan bir. Onlar o team buildingdə artıq insanların bir-birinə aid işdən kənar artıq bir səmimiyyət yaranır. Burada bir bağlılıq yaranır insanlar bir-birinə. Şirkətlərdə IT-lərin uzun müddət şəkildə çalışması müşahidə olunur. Mən əvvəl işi tez-tez dəyişəndə mənim valideynlərim deyirdi ki, sən niyə işi belə tez-tez dəyişirsən də? 1 ildən bir, 2 ildən bir belənçə iş dəyişirdik. Axı onlar Sovet dövründə yaşamış insanlar idi. Yəni bir insan girdisə bir müəssisəyə, artıq bu 25 il orada direktora qədər qalxırdı, direktoru sağollaşırdı, çıxır gedirdi və s. Bir bağlılıq yaranırdı. Amma zamanımızda elə deyil. Hətta zamanımızda hibrid də var, artıq işə də getmirlər. Distant deyə bir şey var, Z nəsli. Onlar işə də getmək istəmirlər.
Düşünürəm ki, bağlılıq yaxşı şeydir əslində. Biz əksər şeylər var ki, onların yaxşı tərəfdən baxıb onların yaxşılarını istifadə eləsək, çox uğurlu bir kollektiv yaranır. Uğurlu kollektivdə uğurlu nəticələr əldə olunur. Bu elə siz qeyd elədiniz bu hibrid məsələsini, elə onun üzərindən getmək istəyirəm. Bu sualı ümumiyyətlə 2 dənə sual verəcəm də sizə. O birisi ağlımda ilişib deyə. Birincisi bu hibrid və belə offline-online iş rejimi indiki gənclər üçün nə dərəcədə effektivdir? Yəni həqiqətən onlar remote işləyirlərmi? Yoxsa yox və ya ümumiyyətlə onlar elə işləməlidirlərmi ki, məhsuldar olsunlar? Bir də biraz bu suala dəxilsizdir. Bu idarəetmə mexanizmləri var da, ITIL var, Prince var və s. və axırda. Siz də özünüz də o istiqamətdə təcrübəli şəxsiniz. Bunlar artıq idarəetmə qaydalarını, library-ni artıq dəyişirlərmi bu məsələlərə görə? Məsəl üçün versiya 5 çıxıb da artıq mən bildiyim qədərilə. Məsələn, orada bu məsələlər dəyişibmi, yoxsa elə deyirlər ki, yox, köhnə modeldən gedək? Bu iki sualım. Əla. İtil 5-i toxundunuzsa buradan Sinana da bir dənə salam göndərək. Sinan müəllimə salamlar. Bu yaxınlarda keçdik o yolu Sinanla bir yerdə. İlk tələbələrindən biri idik, qruplarından biri idik yeri gəlmişkən. İtil mənim də sevdiyim bir belə deyək ki, library demək artıq bir sertifikatlaşdırma, İtil servisdə, servisin idarə olunması, elə xüsusda ITSM, IT servislərinin idarə olunması üçün bir yaxşı bir təməldir. Deməli, hibridə gəldikdə pandemiya bizə bunu biraz öyrətdi, açıq deyim. Yəni, hibrid nədir? Cəmaət VPN bilməyən VPN artıq istifadə eləməyə başladı. Amma hibridin maraqlı tərəfləri var ki, bu sən 24 saat işləyirsən. Hibrid deməyək daha çox distantdır. Yəni, adını distant qoyaq. Yəni, 24 saat işləyirsən, axşam 8-də də səndən nəsə istəyirlər. Dedim ona. Səhər 9-da da səndən. İşin saatı yoxdur da yəni. İşin saatı yoxdur. Yəni, İnsan olaraq biz nəyə öyrəşmişik? Səhər evdən çıxıb, müəyyən bir A nöqtəsinə gedib müəssisədə işləyib, sonra təzədən geri qayıtmaqda yəni. Bu niyə görə yaxşıdır? Birincisi, evdə səndən bezmirlər. Yəni, daima sən evdəsən, daima uşaqlarla, daima evdə bir mühiti tez-tez dəyişmək çox yaxşı şeydir. Yəni, gün ərzində də demək istəyirəm, yəni, gedib işə qayıtmaq. Çünki getdi, işdən gəlib. Başa düşürsən, belə bir mənzərə var da yəni. Amma sən evdə işləyirsənsə, işlədiyini başa düşmürsən yəni. Mən buna müsbət yanaşıram ki, harası getmək lazımdır. Çünki bunu pandemiyadan, niyə görə müsbət yanaşıram? Pandemiyadan sonra insanlar hibrid və distant iş rejimini öyrəşdilər. İnanın ki, vakansiyalarda namizədlər gəlirdi. Deyirdi ki, mən artıq evdə işləmək istəmirəm də. Çünki mən artıq passivləşmişəm və çölə çıxmaq istəyirəm yəni. İnsanlarda belə bir fobiyalar yaranmağa başlaydı ki, yəni mən çöldə işləyə bilərəmmi filan, yəni passivləşirlər də, yəni belə deyil. Amma görürsən ki, insanlar cəmiyyətə, bizim kültürdə elə yaxı şərq mədəniyyəti cəmiyyətlə tez belə ünsiyyətdə olmağa meyilli cəmiyyətdir. Yəni soyuq ölkələrdə olur o belə insanlar müəyyən bir ortamda qalıb işləyir, hə, fəaliyyət göstərir, lap yaxşı. İndi bu hibrid deyiriksə, Z nəsli daha çox ona verilmiş, dediyim kimi, ona verilmiş bir tapşırıq olur. A nöqtəsindən B nöqtəsinə getmək lazımdır. O tapşırığın bütün inputlarını düzgün şəkildə versən, sən o hardadır, yəni olur olsun da istəyir, lap keçsin İndoneziyadan işləsin, fərq eləmir də. Əlçatan olsun. Saat fərqi də biraz, İndoneziya biraz uzaqdır, amma saat fərqi az olan yerdə olsun, ən azından 1 saat. Əlçatan olsun, zəng olunanda, nəsə sual olunanda, nəsə bir kommunikasiya olanda tez bir kommunikasiya olsun, yaranma bir mühit olsun. Və o tapşırığı necə eləsin də, bitdi. Yəni, burada hibrid, yəni də ofisdə olsun və yaxud da ki, olmasın. Ofisdə olduğu zaman müəyyən, belə deyək ki, xərclər də meydana gəlir axı. Bunun durduğu nöqtə, bunun elektrik enerjisini şirkətlər hesablayır, kofe çayını hesablayır və s. da, yəni belə bir xərcləri də var da, yəni. O xərclərə görə bir işçi üzərində yaranmış bir rəqəm olur. O rəqəmi vururlar bir 20, 80, 100 nəfər işçi. Görürlər ki, ofisi, yəni xərclərini də azaltmaq olar da, yəni. Amma bu işə nə dərəcədə, baxır şirkətə də işə nə dərəcədə müsbət mənfi göstərir. Daha çox proqramçılar, yəni remote bu, yəni qəbul edilməlidir, yəni variant yoxdur. Amma elə bir işçilər var ki, onlar mütləq ki, sən fiziki gəlməlisən də. İkinci məsələyə qaydanda bu İTIL məsələsində, İTIL 4-də daha çox
İtil 3-də danışaq. Gəl İtil 3-dən başlayaq. İtil 3 daha çox IT-nin idarə edilməsindən idisə, İtil 4 şirkətin xidmətinin idarə edilməsindən danışırdı. Şirkətdə xidməti departamentlər hansılardır? Yəni HR-da xidmət göstərir, finance-da xidmət göstərir. Şirkətdən şirkətə fərq var da. Məsəl üçün satış şirkətidirsə, satış öndə gedir və bütün digər qurumlar, bütün digər departamentlər satışa dəstək olur. Bu İtil 4 daha çox belə deyək ki, şirkətin, biznesin servisindən danışır. İtil 5-də bu biznesin servisinə daha çox dəstək. Yəni produkt nədir, məhsulla servisi ayırır artıq orada. Yəni servis deyir, mən sənə satdığım məhsulun ardınca servisindən danışır. Məhsulla produktu ayırır. Məhsulla produktdan servisi ayırır artıq orada. Yəni ikisini də digitallaşdırır. Və servis ola bilər, məhsulsuz da servis ola bilər, məhsulla olan servis ola bilər və s. İtil 5 orada daha çox praktikaları biraz daha kompleksləşdirib, konkret olaraq, fundamental olaraq biliklər verir və xatırlayıramsa orada praktikaları genişləndirilmiş şəkildə 34 dənə praktikadan danışırdı İtil 4-də. Burada İtil 5-də 34 dənə praktikanı detallı danışmır. Onu buraxıb artıq növbəti mərhələyə. Sən İtil 5 fundamentalı keçdikdən sonra növbəti mərhələdə bölünür bir neçə hissəyə. Servis var, sonra IT servis V5, İtil V5 servis var, İtil V5 təzə keçmişəm yadımdan çıxıb. Strateji var, sonra İtil V5 development olmalıdır, var olmalıdır. Bunların hər birini ayırıblar. Siz belə dərinliyə gedəcəksiniz, indi qeydiyyatdan keçəcəyim. Yox, daha üstə məndə V4 var, indi mən də keçməliyəm də əslində V5-ə. Səndə yoxdur. V5 1-də V5 Keçmək məsələsi, lazım. V4 məsələsi bir də təkcə IT-yə aid deyil yəni. Mən həmişə biz bunu Sinan müəllimlə keçəndə biz danışırıq, deyirik ki, bu şirkətin digər servis göstərən departamentləri də, şöbələri də əslində bu biznesin servisi necə olmalıdırsa, bu biznes servisindən danışır. Necə olmalıdırsa onu gərək hər kəs keçsə, hər kəs eyni kafada olur artıq. Hər kəs eyni kafada olanda işləmək nə var ki? Daha rahat. Nə gözəl. Biraz ucuz eləsələr, hamı gələr. Xahiş eləyin, mən də xahiş elədim. Həm burada onda həm Raminə, həm də yol verək də Sinan müəllim üçün. Yenə söz atdı. Bir dənə podkast yoxdur ki, söz atmasın da. Raminə də burada sağ Bu sənin sualın var? Yoxdur. Məncə artıq yekunlaşdırmaq lazımdır. Çünki oradan Ceyhun müəllim də baxır ki, Ceyhun müəllim heç nə demir. Ceyhun müəllim heç. Onda davam elə. Sualların çoxsu. Mən əslində yox, suallarım çox yox da. Bu elə idarə etmədən danışdıq. Bir də ağlımda sual var ki, ümumiyyətlə gələcəyin liderlik anlayışını yəni necə görürsüz bu məsələdə, xüsusilə də Z nəsli ilə olan məsələdə? IT liderlikdən danışırıq. Bax, beləcən ITIL V5 kimi gedək də. Ümumiyyətlə IT yox da. Elə başda IT olmaqla digərlərinə də. Necə yanaşırsınız? Bax, indiyə qədər gördüyümüz açığı liderlikdə emosional hissə daha çox emosional hissəyə daha çox bağlılıq yaranır. Mən liderəm, getdim qabaqda, gəlin, nə bilim, nəsə olanda müdafiə etmək, sıxıntı olanda lider dəstək olur və s. və axır. Bu cari 18-19 yaşlı gənclərimiz hansı ki hər xırda detalda müəyyən səviyyədə problem yaradırlar və ya özlərini müdafiə və s. və axırda. Mənim nəzərimdə onların üçün demirəm hamısına, sonra linçləməsinlər mənə yenə. Hamısına yox, amma böyük əksəriyyəti üçün ən ortadakı dəyər özləridir. Bəli. Bu xarakteristika 15 il sonra, 20 il sonra artıq rəhbər vəzifədə olanda, liderlik tələb olunanda necə olacaq? Gəlin heç olmasa bir yaxın 5 ili biraz. Yaxşı olsun 5 il ol. 5 il predikt. 5 il ərzində indi ondan çox iş olmayacaq. Bayağı getdik, Mars'a da getdik. 10 il olsun, yaxşı. 5 il məncə çox tezdir. Lider mənimsəməyi belə deyim, lider özünü yəni komandanı mənimsəməyi bacarmalıdır. Yəni özünü inandırmağı bacarmalıdır. Yəni özünü insan olaraq yox da, yəni qarşı tərəfi inandırmağı bacarmalıdır. Biz bilirik ki, artıq yavaş-yavaş bir növbəti bir AI erasına keçid edirik də. Bu da digitallaşma, artıq hər yerdə robotlar və s. Yəni onları da idarə etmək məsələsi yaranır. Onların idarə etməsi keçəcək artıq söhbət kütləvi şəkildə, yəni daha çox faiz şəkildə keçəcək Z nəslinə. O da bir müəyyən məsuliyyətlilik. Məsuliyyətlilik hər yerdə var.
fərq eləmir. Yəni sən işləməsən də məsuliyyətli olmalısan, aydın məsələdir. Bunun səhər durmağı var, bazara getmək var və s. da, yəni dükana getmək var. Bu məsuliyyətli olmalısan insan. Ceyhun müəllimin də məsuliyyəti var. Podkastda baxıram birinci, orasını düzəltmək lazımdır. Bəli. Hər bir işdə məsuliyyət var. Hər bir işdə məsuliyyətli olmalısan. İnsan düşünürəm ki, yəni bu məsuliyyətliyin üzərindən disiplini deyirik də, yəni məsuliyyət deyəndə məsuliyyətdən sonra da bir disiplin yaranır da. Sən məsuliyyətli olmalısan ki, sən disiplinli olasan. Avropa standartı deyirik. Avropa standartı disiplin üzərində qurulub da. Yəni Almaniyası, Fransası və s. Yəni hər bir şeyi düzgün, dürüst şəkildə icra etmək, o avtomatik olaraq o daha belə deyək ki, yüksək keyfiyyəti əldə edir də, yəni. O bir video var, deyir, ən aşağıda qalan nədirsə o taxta vurursan, onu da belə səliqəli vurmalısan, yəni məsuliyyətli olmaq lazımdır. İndi bu məsuliyyətdən danışırıqsa, biraz Z nəsli düşünürəm ki, hansısa özlərinin doğrularında onlar məsuliyyətli olmağı inkişaf etdirirlər və indi yəni onlarda artıq liderşiplikdən danışırıqsa, IT rəhbərlikdən danışırıqsa, bu 18 yaşlı, 20 yaşlı, 25 yaşlı nəfərə bir şirkətin IT tərəfini idarə etməyə hələ təcrübəmizdə olmadığına görə, ona görə onlar məsuliyyətli tərəflərinə keçid edirlər də, yəni məsuliyyət tərəflərini inkişaf etdirməyə keçid edirlər. Düşünürəm ki, onlar bu sahədə kifayət qədər irəli gedəcəklər. Və podkastımızın əvvəlində dediyi kimi onlar da özündən əvvəlki nəsildən daha yaxşı olmağa çalışacaqlar və yaxşı da olsunlar ki, çünki alfa nəsli də indi bizlərin övladları da alfa nəsildir. Çünki onları idarə edəcəklər. Elə deyilmi? Yəni deməli biz özümüz Z nəslinə daha yaxşı şərait yaratmalıyıq ki, onlar da bizim övladları daha düzgün idarə edə bilsinlər. Çünki bunlar hamısı bir-birinə bağlıdır da, yəni. Digitallaşmaya gediriksə növbəti 5 il 2030-cu ilə qədər 2030-dan biraz da 1-2 ildə o tərəfə düşünürəm ki, bu həssas mövzu olacaq və AI artıq yəni belə no hiring prinsipinə keçir şirkətlərin bəziləri, yəni işçi götürməmə. Yəni bəzilərində. Çünki biraz da bilirsiniz də tendensiya gedib artıq, yəni şirkətlərdə də biraz işçilərin sayının azaldılması prinsipinə gedirlər yaxın 3-4 il ərzində. Avtomatik olaraq AI bir üzə çıxacaq. AI-dan sonra artıq o Z nəsli onu necə idarə edəcəksə, onlar ikisi bir yerdə davam edəcəklər. Burada məsuliyyətli olmalarını arzu edirəm. Biraz özlərinə öz liderliklərini göstərdikləri yerlərdə özlərini düzgün şəkildə ifadə etmək məsələsi var. Və xarizma, sonra bağlılıq, sonra şirkətdə komanda ruhunu qaldırmaq, komandanın aparmaq, inandırmaq, bunların hamısı belə deyək ki, cəmləşəndə çox yüksək belə deyək ki, yüksək nəticələri əldə edən bir liderə çevrilirsən. İnşallah. Biz də ümid edirik ki, elə də olarlar. Çünki dolayısıyla burada yekunlaşdır. Dolayısıyla hər birimizə təsir edəcəklər. Sadiq bəy, çox sağ olun. Mən düşünürəm ki, çox maraqlı müzakirə oldu. Xüsusilə də gəzlərimiz üçün baxıb bir dəyər götürərlər oradan. Buradan bir endirim də istədin. Faydalı oldu sənin üçün də. Mən də sizə təşəkkür edirəm. Podkastınız uzun ömürlü olsun. Bütün IT yoldaşları burada görürəm davamlı şəkildə. İndən belə də yeniləri də gələcək. Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. İlk dəfədir ki, Elşəyin gec gəlməyinə mən sevindim ki, sizlə podkastdan öncə. Elşən gec gəlmədi, siz tez gəlmişdiniz. Biz tez gəlirik, biz daha məsuliyyətli. 30 saniyə qalmışdı. Gələn kimi də baxır deyir ki, bax 30 saniyə hələ var. Təşəkkür edirəm. Xoşdur. Təşəkkür edirəm. Çox sağ olun bir daha. Bugünkü qonağımız IT ekspert Sadiq İsmailov idi. Biz bu gün onunla IT idarə etmədə Z nəslinin nümunəsi haqqında danışdıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik və o sonda möhtəşəm sözümüz öyrənin, öyrədin. Dürüst olun.